Deməli, gəlmişik belə bir yerə, yol üstü. Yayda çox qəşəng göl olur, plyaj olur. Orada da belə yerlər var. Amma hal-hazırda qışdır, donub. Ən maraqlı tərəfi də nədir? Burada belə bir şey qoyublar və səsləndirmələri. Hansı ki, yayda deyir ki, burada və buranın meşələrində olan heyvanlar. Məsələn, quşlar var, kəpənəklər var, ilanlar var, böcəklər var və s. Çox qəşəng bir yerdir. Təmizdir, balacadır, amma meşəliyi hədsiz gözəl görünür. Baxın. Baxın. Nəzarət eləyən üçün stol da var ha orada. Hə, üzənlər üçün. Amma hal-hazırda göl donduğuna görə orada işarə qoyublar ki, yəni risk atmayın özünüzü. Gölə girmək olmaz. Kuşların səsindən ya. Deməli, bu göl üçün dayanmışdıq əslində biz, amma birdən gözümə sataşdı burada olan belə heykəllər mi deyim. Amma baxın, burada durursan oradan düşürdərik. Göbələklər var. Sonra orada da var göbələklər. Baxın, orada belə böcək var, maral var. Belə meşənin ortasında bir yer. Əla. Gözləmirdik buranı görərik açığı. Amma çox qəşəngdir. Yəni bildiyiniz yayda cənnət məkan. İnşallah yayda gəlmək də nəsib olar. Gedin. Gedin oradakiləri də görə. Gəlin bura. Gəlin gedək. Hə, bax. O tərəfdən keçsin. Miray sən də. Buradan gel, buradan başlaysa. Miray biraz qəşəng. Qəşəng başlasan. Çəkirəm. Çəkilin də sən. Balaları da ya. Domuzlardır da. Qaban diye, bu domuz değil. Çok şey var ya. Şeyde ne şey var. Məncə yoxdur elə bir şey. Bu da buradan qurtarırıq. Çek. Video çeksen şey. Video. Şey Belə çık elə. İki buğa bir arada. İki buğa bir arada. Özüm ata da buğaydı. He. Üstün batana var.